Benim için o birinci növbədə büyük bir insanıdır. Sədaqətli həyat yoldaşı, çox mehriban, sədaqətli ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır. İnsan dünyanı gözləriyle görər, amma ürəyiyle dərk edər. Göz nuru insanın həyat keyfiyyətidir. Sağlam göz aydın düşüncənin və düzgün qərarın başlanğıcıdır. Məhz belə bir başlanğıcla başladı tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın məna və məzmunlu bir ömür yolu. O nümunə idi hər bir həkim üçün, hər bir insan üçün. O bütün fəaliyyəti ilə həyatda yerini və rolunu müəyyən etmiş, sağlığında əfsanəyə çevrilmiş tarixi şəxsiyyət. Dünya oftalmologiya elminə çox sayda töhfələr verib. Böyük, məsuliyyətli bir ana idi və sədaqətli, həm də həddindən artıq qayrıkeş bir xanım idi. Mavi səma, parlayan günəş və apaydın dünya və bu dünyaya gələn bir dəyər imzası. Və bu dünyada hiss etmə, görmə xüsusiyyətini bizə əks etdirən dəyərli imza. Bu akademik, oftalmoloq Zərifə Əliyeva imzasıdır. Əziz Əliyevin böyük irsinin davamçısı olan Zərifə xanım Əliyeva artıq genetikada qoyulmuş əsasları çox uğurla davam etdirir. Və bilirsiniz, mən hesab edirəm ki, ümumiyyətlə bu ad, bu ailə bəlkə də dünyada çox nadir ailələrdəndir. Çünki bu qədər geniş alimlik, bu qədər alicənamlıq, bu qədər zəka, intellekt sahibi olmaq və öz sənətinə vurğunluq bir nəsildən bir digər nəsilə onlardan tam. Zərifə xanım da tibb aləmində, səhiyyədə, xüsusən də öz həyatını həsr etdiyi oftalmologiya sahəsində böyük bir alimdir. Akademik Zərifə xanım, əziz qızı Əliyeva mənim müəllimim olub. Bu mənada onun haqqında danışmaq mənə həm asandır, həm də çox çətindir. O müəllim kimi çox yadda qalan, tələbələrinin taleyinə yazılan bir insan idi. Onun eğitim sistemi, onun deməli bilikləri təlqin eləmək bacarığı, o müstəsna bir qabiliyyətdir. Hər insanda, hər müəllimin bir öz üsulu var. Onun o fərqli bir müəllim idi, böyük hərflə yazılan. Zərifə xanım Əliyeva SSR Sülhü Müdafiə Komitəsinin üzvü, eyni zamanda Azərbaycan SSR Sülhü Müdafiə Komitəsinin sədr müavini idi. O zamanlar Sülhü Müdafiə Komitəsinin sədri Mustafa bəy Topçubaşov idi. Azərbaycan Milli Elmlər Akademiyasının 15 təsisçisindən biri. Bütün bunlar Zərifə xanımın haqqında əslində zamanının verdiyi dəyərin ən ali sübutudur. Zərifə xanım Əliyeva oftalmologiyada bir sıra ilklərə imza atdı və elə onun görmə orqanının peşə patologiyası, elmi tədqiqat araşdırma laboratoriyası buna bariz nümunə ola bilər və bu sahə oftalmologiyada bir ilk idi və bu sahə Zərifə Əliyevanın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirir və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırır. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənir və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlayır.
Onun bu istiqamətdə apardığı elmi tədqiqat işləri dünya ədəbiyyatında analoqu olmayan nadir tədqiqatlar sırasındadır. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə xanım Əliyeva keçmiş SSR-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSR Tibb Elmləri Akademiyasının Averbach adına mükafatına layiq görülür. Zərifə xanımın elmi axtarışlardan biri məhz trakoma xəstəliyinin müalicəsində digər üsullarla yanaşı sintomedisindən istifadə olması o vaxtı üçün bu inqilabi bir açılış idi, inqilabi bir müalicə üsulu idi. Və bütün fəaliyyətini tibbə, oftalmologiyaya həsr etmiş Zərifə xanım oftalmologiyada həddindən artıq dərin iz qoymuşdu. Zərifə xanım başdan ayağa səmimiyyətdən, sevgidən ibarət idi. O sevgisini də, qəlbinin, könlünün nurunu da insanlara təmənnasız paylayırdı. O səbəbdən də gözün billur qatı ilə bağlı, yəni traxoma, qlaukoma, katarakta kimi xəstəliklərin müalicəsi ilə bağlı ən ciddi əsərlərin və ilk əsərlərin müəllifi kimi təkcə Azərbaycan yox, dünya oftalmologiyası tarixində də tarix məhz akademik Zərifə Əziz qızı Əliyevanı saxlayıb. Onu qeyd etmək kifayətdir ki, o Moskvanın Gelmigolts adına məşhur oftalmologiya elmi tədqiqat institutunda fəaliyyət göstərirdi. O vaxt Sovetin ən belə qızğın vaxtında Averbach adına premiyanın laureatı olub. Bir çox elmi şuraların üzvü olub. Bir çox elmi jurnalın redaksiya şurasının üzvü olub. Zərifə xanımın həmçinin də geniş ictimai fəaliyyəti var idi. Onun yaratdığı beynəlxalq əlaqələr, onun yaratdığı dostluq əlaqələrin nəticəsində Bakıda bir çox ittifaq miqyaslı konfranslar keçirildi. O vaxt çox nadir hallarda belə bir respublikalarda, periferik respublikalarda tədbirlər keçirildi. Ancaq Azərbaycanda və Bakıda Zərifə xanımın rəhbərliyi altında böyük bir qurultaylar, böyük bir konfranslar keçirildi. Averbach mükafatı almışdı, o hamı bilir bunu. İlk deməli qadın laureatı idi o oftalmologiya sahəsində. Dünyanın ən nüfuzlu elmi ödüllərindən biri idi. Ona layiq görülmüşdü. Zərifə xanım Əliyeva insanları sevirdi. Zərifə xanım Əliyeva insanlığı sevirdi. O çox yaxşı anlayırdı ki, xəstə ilə həkimin bərabər dostluğu mütləq xəstəliyə qalib gələ biləcək bir səbəb olacaq. Ona görə də o hər zaman öz fəaliyyətində, öz işində, öz yazılarında tibbi etika və tibbi deontologiyaya xüsusi önəm verirdi və hər zaman deyirdi, həkimin iynə dərmanından çox onun diqqəti xəstəni sağaldır. Bu mənada onun yazmış olduğu bir sıra əsərlər Azərbaycan tibb elmində tibbi deontologiya üçün ən vacib və ən misilsiz nemətlərdən biri idi. Bakının o vaxt çox məşhur bir istehsalat sahəsi vardı, Çini Qablar Zavodu və o həmin müəssisədə insanlarla söhbət edirdi, onlarla yoxlayırdı gözlərini və təsadüf elə gətirdi ki, bir dəfə bu yoxlanışda mən də iştirak elədim və onun o zərif görkəmində, onun o gözəl gözlərində insanlara olan böyük məhəbbəti mən hiss elədim. Hər kəslə bilirsiniz necə danışırdı, öz doğması kimin. Sual verirdi, diqqətlə onu dinləyirdi. Təbii ki, qarşısında oturan insanlar böyük bir şəxsiyyətin həyat yoldaşının onlarla qulaq asmaq, onları dinləməyinə, onlara sual verməyinə biraz çox qəribə baxırdılar axı. Amma o çox gülümsüyürdü, belə rahatca gülümsüyürdü və deyirdi, siz narahat olmayın, mən də sizdən biriyəm. Zərifə xanım mənim gözümdə böyük bir həkimdir ilk növbədə. Çünki həm əsli həkimi seçilən xüsusiyyətlərdən biri onun insani xüsusiyyətlərdir. Bilirsiniz, diaqnoz qoymaq, müalicə eləmək yaxşı insan bacara bilər. Ancaq öz pasiyentinə tam şəkildə ürəklə yanaşmaq bu hər adamın işi deyil və hər həkimin işi deyil, çox təəssüf ki. Və Zərifə xanım bu nöqteyi nəzərdən də bir nümunə idi bütün həkimlər üçün. Onu demək kifayətdir ki, Zərifə xanım
nə qədər kitablar yazıb, nə qədər metodik tövsiyələr yazıb oftalmologiyaya aid. Ancaq onun ən məşhur kitablardan biri də tibbi deontologiyaya həsr olunmuş kitabdır. Yəni həkim pasiyentlə nə cür davranmalıdır? Bu bilirsiniz, bu hər bir həkimin ixtisasından asılı olmayaraq onun bir stolüstü kitabıdır. Zərifə xanımın vaxtında indiki kimi insan xəstə həkim münasibətləri, deontologiya, yəni xəstənin psixikasında olan o çox rənglilik o vaxt yox idi. İlk dəfə o deməli elmi məqalələr yazdı bu həkim-xəstə münasibətləri, deontologiya tibbidə və bunu da həm o vaxtki dünyanın oftalmoloji jurnalları, elmi dərgilərinin içərisində yüksək reytingli Moskvada çıxan Vestnik Oftalmologiya jurnalında indi o dərgi çap olunur və dünya o yayılır o. Çap elətdirdi o elmi tədqiqatını. Orada fəlsəfənin, təbabətin, oftalmologiyanın, hətta incəsənətin birləşdiyi nöqtədə olan tədqiqatlar idi. Və ilk monoqrafik bir kitab halında çap elətdirdi bunu. Bəzən xəstəyə sözün əsl mənasında həkimin o münasibəti, o emosiyası, o qayğısı lazımdır. Və bu nöqteyə nəzərdən Zərifə xanım Əliyeva bu piramidanın bir ən yuxarı nöqtəsində dayanıb. Çünki onun insan xüsusiyyətləri, bəzən mənə sual versələr ki, Zərifə xanımın insan xüsusiyyətləri yoxsa professional xüsusiyyətləri daha üstündür, mən bu suala çətinlik çəkərəm cavab verməyə. Çünki hər ikisi çox yüksəkdir. Hər ikisi çox yüksək olduğu halda məhz Zərifə xanım tarixdə belə bir dərin iz qoyub. Məşhur akademik, məşhur alim, oftalmoloq Krasnov Zərifə xanımın görmə orqanının peşə patologiyası haqqında elmi araşdırmalar barədə deyirdi. Əgər əcəl Zərifə Əziz qızına bir neçə ildə möhlət versəydi, o yeni bir məktəbin banisi olardı. Puçkovskaya kimi böyük bir alim əgər deyirsə, sevinç, səadət, harmoniya, səmimiyyət, yaxşılıq və xeyirxahlıq Zərifə xanım Əliyevanın tərcümeyi halında xarakterində idi. Dünya oftalmologiya elminin digər tanınmış simaları da Zərifə xanım Əliyeva haqqında tarixi fikirlər söyləyirlər. Görkəmli oftalmoloq akademik Nesterov deyir: Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o bir nömrəli idi. Professor Burovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırır. Professor Şmelyova isə əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz ki, onu əvəz olunmaz insan haqqında povest adlandırardım deyərək onun mənəvi dəyərlər tarixindəki yerini xüsusi qiymətləndirir. Zərifə Əliyeva müasir Azərbaycan qurucusunun, müasir Azərbaycan memarının, ulu öndər, ümumilli lider Heydər Əliyevin ömürgün yoldaşı idi. Və tarixin bütün dönəmlərində hər zaman ulu öndərin yanında sadiq dost olaraq ona dəstək olurdu. Əlbəttə, ictimai xadim, böyük tarixi şəxsiyyət Əziz Əliyev ailəsinin ənənələrindən qidalanan bu miras belə də olmalı idi. Əziz Məmmədkərimoğlu Əliyevin ən böyük dəyəri bir irs və miras olaraq xalqına buraxdığı ən böyük sərvəti onun övladları idi. Tali ilə getmiş ki, çox böyük bir adamın ailəsində doğulmuşdu. Böyük bir adamın ömürgün yoldaşı idi.
və övladlarını da o elə tərbiyə elədi. Düşünürəm ki, bu insan doğrudan da böyük, ləyaqətli bir övlad idi. Böyük, məsuliyyətli bir ana idi və sədaqətli, həm də həddindən artıq qayğıkeş bir xanım idi. Ailəsinin, doğmalarının, yaxınlarının, nəslinin həmişə başını uca eləyəcək bir şəxsiyyət. Kipriklerin oktur, kaşın kamandır, kaşın kamandır. Kipriklerin oktur, kaşın kamandır, kaşın kamandır. Hamı bilir ki, Zərifə xanım Əliyeva ümumiyyətlə Əziz Əliyevin hər bir övladı həm də musiqi dərsləri alırdılar. O musiqi dərsləri alanların sırasında ikisi var idi ki, onlar sənət mədəniyyət tarixini həm də öz adlarını yazmışdılar. Dan Ulduzu instrumental ansamblı yeni bir ruhun, yeni bir dünyanın davamçısıydı, yeni bir dünyanın təməlini qoyurdu Gülarə xanım Əliyeva. Amma Zərifə xanım Əliyevanın əlləri, yəni onun o zərif əlləri ki, o neşterlə gözlərə nuru, işıq paylayırdı. O əllər həm də pianinanın dillərinə toxunanda Azərbaycanın xalq mahnıları, muğamları dünya ictimaiyyətinə təqdim olunurdu. Mən xatırlayıram ki, biz ilk dəfə onunla Dövlət Filarmoniyasında görüşdük və onda SSR adlı bir dövlət vardı və onun Bəstəkarlar İttifaqının sədri Tixin Xreynikov Bakıya gəlmişdi. Xalq artisti idi, çox tanınmış bir insan idi və mən xəbərdar proqramının aparıcısı kimi ondan müsahibə almağa getdim. İlk dəfə qapını Niyazi rəhmətli açanda mən gördüm ki, Heydər Əliyev dayanıb və piyanonun yanında, realın yanında Zərifə xanımla İlham bəy. Onda İlham əlimdə hələ cavan oğlan idi, bəlkə də 6-cı, 7-ci sinifdə oxuyurdu. Və ilk dəfə mən onu orada gördüm və onun o böyük mədəniyyəti, o dahilərin söhbətinə necə belə həssaslıqla qulaq asmağı, özünün o görkəmi, musiqiyə olan münasibəti filanı o anda hiss olunurdu ki, bu oradadır, onlarla bərabər o söhbətlərin içindədir. Kaşın kamandır, kipriklerin oktur, kaşın kamandır, kaşın kamandır. Ay kız menden üz döndərmə, amandır. 1985-ci il aprelin 15-də soyuq Moskva torpağı isti sevgi nəfəsini öz qoynuna aldı. Gözlərə məlhəm olan Zərifə xanım Əliyeva Moskvada gözlərini dünyaya əbədi yumdu. Hasretinle her zaman, hasretinle. Zərifə xanım Əliyeva dünyasını dəyişəndə Ulu Öndərimiz siyasi fəaliyyətinin Moskva dövrünü yaşayırdı. Hamı bilir ki, Ulu Öndər Heydər Əliyev elə qüdrətli dövlət xadimlərindəndir ki, onu hər deyəndə ağlatmaq, kövrəltmək mümkün deyildi. Amma Ulu Öndər Heydər Əliyev həyatda 2 dəfə sarsılaraq ağlamışdı. Onun biri və birincisi Moskvada Zərifə xanımın vida mərasimində baş vermişdi. İkincisi isə 1994-cü ildə Ulu Öndər siyasi hakimiyyətinin 2-ci mərhələsində tarixi bir qərar almışdı. Əsrin müqaviləsindən atəşkəs müqaviləsi imzalanandan sonra Zərifə xanımın nəşinin Moskvadan Bakıya köçürülməsi, Fəxri Xiyabanda atasının yanında torpağa verilməsi ilə bağlı. Onun abidəsinin açılışı günü Zərifə xanımın ayaqlarına sığal çəkən, abidəsinə sığal çəkən Ulu Öndərimiz göz yaşı tökür. O taleyində çox müstəsna bir rol oynamış həkim, müəllim,
ictimai xadim, ana, tədqiqatçı və böyük hərflərlə yazılacaq bir Azərbaycan vətəndaşı idi. Bugün Fəxri Xiyabana ayağını qoyan hər bir kəs Ulu Öndərin Qartal Azərbaycanı xatırladan qanatlarına aldığı, qoynuna aldığı 3 müqəddəs məzar görür. Polkovnik komissar Əziz Məmmədkərimoğlunun məzarını, onun sağında və solunda professor Tamerlan Əliyevin və akademik Zərifə xanım Əliyevanın abidələri görünür. Biz bugün üzü Qərbi Azərbaycanayıq. Bugün Şərqi Zəngəzurdan Qərbi Zəngəzura doğru gedirik və Ulu Öndərimizin varisi, həm də Əziz Məmmədkərimoğlu Əliyevin varisi bizi inandırır ki, biz sülh, sabitlik, dostluq, əməkdaşlıq çərçivəsində həm də İrəvana, Qərbi Azərbaycana, həm də Zərifə xanımın Ulu Öndərin doğulduğu torpaqlara dönəcəyik. Eşitsəm gəlirsən çıxaram yola, keçdiyin yollara güllər əkərəm. Səni qəlbimdə yaşadım deyə, sənə qəlbim boyda bir ev tikərəm. Baxın, həmin misralar sanki Ulu Öndərimiz əzəmətli abidəsi ilə üzü qibləyə deyil Zərifə xanıma baxır və deyir, səni qəlbimdə yaşatmaq üçün sənə qəlbim boyda bir ev tikərəm. Vətəni ana bilmək. Ana nəfəsini vətən ətrində duymaq. Bu böyük sevgi vəhdətinin müqəddəsliyi idi Zərifə xanımın övladlarına verdiyi ən dəyərli miras. Belə bir ana elə belə bir də sərkərdə yetişdirə bilərdi. Tarix yazan, tarixdə qalan, əsrə səs salan sərkərdə. Əlbəttə ki, onun unudulmaz obrazı bugün də mənim üçün çox əzizdir, doğmadır. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur. Belə bir ömür kitabı, belə bir ömür yolu və belə bir həyat işığı. Bu dünyada hər kəs öz adının haqqını verir. Zərif çiyinlərində ən zərif peşəyə sahib və ağappaq xalatda dünyanı bəmbəyaz göstərə bilmək idi Zərifə xanımın missiyası. Bir bəyaz mələk missiyası.